Rus dilini bilənə iş var yoldaşlar. Rus dilini bilənə iş var. Mən sizə 2 dənə variantdan bəhs etmək istəyirəm. İlk öncə 850 manatlıq variantından bəhs etmək istəyirəm. Əgər siz əməliyyat şöbəsində operator olaraq işləmək istəyirsinizsə, 850 manatlıq belə bir iş var. Ali təhsil tələb eləyir. Minimum 1 illik iş təcrübəsi tələb eləyir. Rus və ingilis dilini yaxşı səviyyədə bilməyi tələb eləyir. Həmçinin öz dilimizi də. Microsoft Office proqramlarını, Word-ü, Excel-i, PowerPoint-i bilməlisiniz. Yüksək və kommunikasiya bacarıqlarınız olmalıdır. Kompüterdə sərbəst işləmə bacarığınız olmalıdır. Əgər belə bir bacarıqlarınız varsa, Nərimanov rayonunda Əhməd Rəcəblidə belə bir iş var. Bu iş yoldaşlar DHL-dadır. Kişi olmalısınız. Əgər belə bir özəlliyiniz varsa, bu işə müraciət edə bilərsiniz. Bundan əlavə nisbətən zəif əmək haqqılı olanı var. 700 manatlıq variantı var. 20-40 yaşlı şəxslər üçündür. Bu isə əlaqələr üzrə mütəxəssis işdir. Bənzər bir işdir, belə deyək. Bu işdə isə yoldaşlar, orta ixtisas təhsiliniz də olsa kifayət eləyir. Rus dilində danışıq və yazı qabiliyyətiniz olmalıdır. Yəni, bayaqkında misal üçün fikir verdinizsə, mütləq şəkildə həm digər dildə tələb eləyirdi ingilis dilinə və həmçinin də dərəcəsini də artıq bildirmişdi ki, yaxşı səviyyədə bilməlisiniz. Burada isə artıq yaxşı səviyyədə və yaxud orta səviyyədə bilmək elə də çox rol oynaya bilər. Çünki danışıq və yazılı qabiliyyətiniz olmalıdır. Yəni, güclü olmasa da həmin şəxslər bu işə müraciət edə bilər. Tövsiyə edirəm ki, onlar daha doğrusu müraciət eləsin. Burada həmçinin Office proqramlarını da tələb edirlər yoldaşlar sizə. 150 manat digərindən azdır. Amma 5 yaş daha yuxarıdır bu. Bu işə də müraciət edə bilərsiniz, əgər 1 illik iş təcrübəniz heç olmasa varsa. O birisində də, misal üçün, 1 ilə yaxın iş təcrübəniz var idisə, 850 manatlığa müraciət edə bilərsiniz. Digər, Rus dili tələb eləyən işlərlə də tanış olmaq istəyirsə və yaxud da bu işə müraciət etmək istəyirsinizsə, ümumiyyətlə iş tapma səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrulacıvadı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.